Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərə gördüyüm Temunun 10 ədəd pulsuz məhsul kampaniyasını göstərəcəm və bunun şərtləri nələrdir? Burada hansı məhsulları əldə etmək olur? Həqiqətən bu bizə sifariş verdikdə gəlirmi və dəyərində nə qədər alış-veriş tələb eləyəcək? Bunu göstərmək istəyirəm. Bugün mən açdım, gördüm və dedim ki, bunun videosunu hazırlayım sizlər üçün göstərim. Deməli, bu kampaniyaya qoşulmaq üçün İlk öncə profil bölməsinə keçirəm. Profil bölməsi və mesajlar bölməsi keçid edirəm və burada bildiyiniz kimi promosyonlara baxın. Məndə 10 ədəd pulsuz məhsul kampaniyası verib. Bu 10 ədəd pulsuz məhsul, belə deyim də dostlar, tez-tez dəyişilir. Elə adam var ki 6 ədəd verir, elə adam var 5 ədəd verir, elə adam var ki 10 ədəd verir. Təbii ki, bu şərtləri dəyişir. Keçən dəfə bir video hazırlamışdıq. Orada 8 ədəd verirdi, amma daha dəyərli məhsullar verir. Sadəcə qarşılığında daha çox alış-veriş tələb eləyirdi. Burada isə 10 ədəd verir və yenə də alış-veriş etməyə tələb eləyəcək. Sadəcə burada 10 ədəd məhsul üçün ağır şərtləri olmur. Yəni maksimum mən gördüyüm qədərlə 100-120 manatlıq alış-veriş eləyir. Çox uzatmadan keçək biz kampaniyamıza. Baxaq görün buradakı məhsullar nələrdir? Həqiqətən sərf eləyirmi? Burada öz fikirlərimizi bölüşəcəyik. Baxın gördüyünüz kimi burada 10 ədəd məhsullar var. Dostlar, Temunun bir siyasəti var. Yəni mən ən azından gördüyüm qədərlə deyirəm. Bəzən burada məhsulların sayını artırdıqda pulsuz məhsulların, yəni bu 3 ədəd olduqda və yaxud da 2 ədəd olduqda daha dəyərli məhsullar verir. Amma məsələn sayı çoxaldıqda məhsulların dəyərini azaldır. İndi mən burada istifadə etdikdə pulsuz məhsulları seçdikdə siz də görəcəksiniz. Burada tövsiyə edirəm ki, şəxsi fikrimdir təbii ki, birinci seçənəkdə seçə biləcəyiniz ən bahalı məhsulu seçin. Məsəl üçün burada baxın bu məhsul çox xoşuma gəlir. Burada ayaqqabı var. Yəni seçdiyiniz məhsulların birincidən ən azı 50 manat, 40 manat dəyərində olsun ki, heç olmasa alış-verişinizə dəysin. Mən buradan bir məhsul seçim. Deməli, bu məhsulu seçmək istəyirəm. 4.4 gəlib. Məhsul alırkən mütləq şəkildə ulduzlarına fikir vermək lazımdır. Çünki sonra problem yaşada bilir. Ola bilər ki, məhsul daha keyfiyyətsiz olsun. Bir məhsulu seçdim. Bu məhsulları bir yerdə sizlərlə bərabər seçmək istəyirəm. Düzdür, video daha uzun çəkə bilər. Sadəcə nəyə görə? Ki burada göstərmək istəyirəm ki, yəni bu seçdirdiyim məhsullar siz seçdikcə dəyəri azalır. Baxın gördüyünüz kimi birinci seçənəkdə biraz bahalı məhsul seçdirir. Hansı ki burada yəni 20 manatlıq, 30 manatlıq, maksimum deyim ki, mən sizə 40 manatlıq məhsul seçdirir. İkinci seçənəyimizdə isə belə məhsullar çıxır. Bu ola bilər ki, mən baxdığım üçün mənə oxşar məhsullar çıxardır. Sizdə daha başqa cürə məhsullar çıxarda bilər. Sırt çantası. Askıları verir. Çantanın özünü vermir. Buna çox fikir vermir çox adam. Elə bilirsən ki, sumkanın özünü verir. Baxın, məhsulun dəyəri 6 manatdır. Tutacağını verir dostlar. Bu saatı seçim. Bir də saat seçdim. Dostlar, tez bir şəkildə mən 10 ədəd məhsulu seçim. Sonra videomuzun davamını gətirək. Deməli, 10 ədəd məhsulu seçdim. Burada adresimi doğrulayıram. Belə bir kupon paketi verir. Bu, hər pulsuz verdiyi məhsullarda belə kupon paketləri verir. Kupon paketləri haqqında kifayət qədər kanalımızda məlumatlar var. 10 ədəd məhsul seçdirir. Qarşılığında isə 120 manatlıq buradan məhsul almağı tələb eləyir. İndi burada bir məsələyə açıqlıq gətirim. Çox adam deyir ki, 120 manatlıq məhsul. Yəni dostlar, burada 120 manatlıq buradan məhsul seçirsiniz. Həm 120 manat seçdiyiniz məhsullar gəlir, həm də buradakı üstdə gördüyünüz
10 ədəd seçdiyiniz məhsullar gəlir. Yəni buradakı seçdiyiniz məhsullar və 120 manatlıq əlavə məhsul gəlir. İndi bu sərf eləyib eləməməniz sizə qalıb. Burada seçdiyiniz məhsullardan asılıdır. Həqiqətən bu seçdiyiniz məhsullar 120 manata dəyər dəymir onu. İndi mən buradan 120 manatlıq məhsul seçəcəm. Tutaq ki, buradan bir dənə bu kameranı seçirəm. İndi bir yerdə analiz edəcək. Baxın, 29 manat əlavə olundu. Burada bu ayaqqabı görmüşəm. Bunu seçəcəm. Razmerini seçirəm. Təbii ki, mən burada rastgele seçirəm. Siz daha detaylı bir şəkildə bunu istifadə eləyə bilərsiniz. Bundan almışam. Bu kameranı alım. Bunu əlavə eləyim səbətə. Bunu da əlavə eləyim. 120 manatlıq deyir, düzdür, məndə biraz keçəcək. Məndə biraz keçdi. Görək 200 manatlıq kupon iadəsi. Bu kupon iadəsi də nədir dostlar? Deməli 200 manatlıq kupon iadəsi sizə bu 200 manatı hissə bölür. Hər alış-veriş etdikdə tutaq ki 100 manatlıq alış-veriş edirsə 10 manatını çıxır. Baxın belə verir. Yəni bu 200 manatı sizin kartınıza qaytarmır. Çox adam bunu qarışdırır. Ona görə buna fikir verin. Şimdi ödəmə yap bölməsinə keçib baxaq görəm bizim seçdiyimiz məhsullar nədir və həqiqətən bu aldığımıza dəyərmi? Burada mən seçmişəm, ümumi seçdiyim məhsullar buradadır və mən biraz 120 manatdan artıq seçmişəm. Siz rovunu 120 manatlıq seçə bilərsiniz. 142 manata burada mənə verdiyi məhsullar. Baxın. Baxın, burada məhsulları sizə qısaca göstərim. Yəni məndə fərqlilik göstərə bilər, sizdə əlavə başqa məhsullar ola bilər. Baxın, burada seçdiyim məhsullar bunlardır. Kameradır və burada paltardır. Bunları siz daha net bir şəkildə həqiqətən məhsullar sərf eləyirmi, bu pula dəyirmi, dəymirmi bilmək üçün əlavə bir telefonda və yaxud da kompüterdə bu məhsulların dəyərinə baxa bilərsiniz dostlar. Yəni hansısa bir yerdən baxa bilərsiniz dəyərinə. Misal üçün mən belə şifahi sizlərə hesablayım. Baxın, bu kurtka hardasa 20 manata gəlir. Bu fen aparatı hardasa 20 manat. 15 manata da adətən bəzi satıcılar satır. Yəni siz bu məhsulu tək bir şəkildə endirimlə alırsınız. Bəzən 10 manata alış eləyə bilirsiniz. Tutaq ki, bu kurtkadan bu fen aparatı deyək ki 40 manat, 15 hardasa 20 manatda bu kameradır. 60 manat, buradakı ayaqqabı olsun 20 manat, 15 manatda bu olsun, 75 manat. Bu kamerada aşağı yuxarı dəyişir, 25 manatda bu olur. Hardasa 70, 90 manat belə eləyir. Bunların qiymətini bilmirəm, baxmaq lazımdır. 90 manat eləyir, yerdə də qalır 50 manat. Yəni burada da məhsullar var. Bu hardasa 5-6 manatdır, bu 3 manat dəyəri var. Bu hardasa 20-25 manatdır. Yəni demək olar ki, məncə başa başdır. Yəni o qədər də sizə əlavə hardasa bir iki ədəd məhsul sizə artıq verir. Belə deyim dostlar. Həqiqətən yəni siz yüksək məbləğdə belə yüksək deyəndə ki 100-120 manatlıq məhsul alış-veriş eləyəcəksə, bu sizə sərf eləyirsə, istifadə eləmənə dəyər, amma belə bir şey deyim də dostlar. Burada seçdirdiyim məhsullar yəni birincidən sizə daha yaxşı məhsullar seçdirir. Buradan qeyd edim ki, dəyişdirə bilərsiniz. Yenidən seç bölməsinə klik eləyib başqa məhsullar seçə bilərsiniz. İkincidən isə uca məhsulların dəyəri düşür. Yəni verdiyi məhsulların dəyəri düşür. Burada nə demək istəyirəm? Misal üçün birincidən maksimum ən bahalı bir məhsulu seçdirir. Yəni verdiyi məhsul ən bahalı, mən sizə deyim ki, 10 ədəd məhsula ən uzağı 40 manatlıq və yaxud da 30 manatlıq bir məhsul verəcək. 40 manatlıq inanmıram belə. Bu məhsulun yəni qiyməti 20-25 manatdır. Adden qiymətinə baxa bilərsiniz. Burada saatdır və bir də buradakı məhsuldur və daha geri verdiyi məhsulların, yəni bu məhsullar hardasa 3 manat, 4 manat aralığında satır. Bu qulaqcıqdakı hardasa deyim sizə 3-4 manat qiyməti var və qarşılığında sizə 120 manatlıq məhsul aldırır. İndi belə bir şey də var. Siz buradakı məhsulları tək-tək aldıqda, yəni atıram ki, bu ayaqqabı ilə paltar alırsınız. 2 ədəd məhsul aldıqda daha ucuza əldə edə bilirsiniz. Məsələn, həqiqətən 60 manat dəyəri varsa, endirimlə bunu siz 20-25 manat əldə edə bilirsiniz, amma toplu şəkildə alış-veriş etdikdə bu hardasa sərf eləyir, amma bəzən də isə sərf eləmir. Yəni seçdirdiyiniz məhsullardan asılıdır.
Mənə elə gəlir ki, yəni çox böyük fərq yoxdur. 142 manata bu qədər məhsulu mən Temudan tək-tək seçə bilərəm əslində. Yəni bu məhsulları seçə bilərəm. Endirimlə də alaram. Amma yəni biraz daha dəyərli biraz məhsullar olsa, misal üçün nə deyim, bu fanarla misal üçün burdakı qulaqcığın yerinə biraz dəyərli kamera kimi və yaxud da belə bir dəyərli məhsul olsa bu sərf eləyir. Amma 120 manat seçsəz, hardasa bir 20-30 manat fərq eləyir dostlar. Buradan da siyahıdan yenidən seçim bölməsini sıxıb buradan təzədən məhsul seçə bilərsiniz. Baxın, burada fərqli-fərqli məhsullar var. Kampaniyamız bu şəkildə. Bu ödəniş etdikdə burada verdiyiniz məhsulların hamısı gəlir. Bəzən isə burada sual yaranır. Bu məhsullar gəlirmi? Dostlar, bəli, baxın buradakı gördüyünüz məhsullar 1 2 3 10 dənə məhsul seçmişəm mən. 10 dənə məhsul və əlavə olaraq burada 120 manat seçdirdiyi məhsullar gəlir sizə. Baxın gördüyünüz kimi. Yəni mən 142 seçmişəm, siz 120 seçə bilərsiniz. Bəzən isə bu 6 ədəd pulsuz məhsul verir. 6 ədəd verdikdə məsələn 120 yox, alış-veriş etdirir 60 manatdır. Bu şəkildə bu kampaniya haqqında kifayət qədər kanalımızda məlumat var. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, video sizlərə faydalı oldu. Burada izah eləyə bildim sizlərə. Dostlarınızla da paylaşa bilərsiniz. Kommentlər bölməsində fikirlərinizi yazın. Bu kampaniya haqqında nə fikirləşirsiniz? Təqdim etdiyi Fikirli kanalı.